Qoç. Həftənin ilk günləri enerjinizin pik həddə çatması ilə diqqət çəkir, lakin bu daxili gücü hara yönəldəcəyiniz barədə ciddi düşünməlisiniz. İş mühitində rəhbərliyin diqqətini çəkəcək qədər cəsarətli addımlar atmaq üçün əlverişli zəmin yaranıb. Uzun müddətdir təxirə saldığınız layihələrə yenidən baxmaq və onları müasir tələblərə uyğunlaşdırmaq zamanıdır. Peşəkar müstəvidə rəqiblərinizin addımlarını əvvəlcədən təxmin etmək qabiliyyətiniz artacaq. Maddi məsələlərdə impulsiv alış-verişdən qaçmaq büdcənizin sabitliyini qorumaq üçün həyati əhəmiyyət kəsb edir. Gözlənilməz bir gəlir mənbəyi və ya köhnə borcun qaytarılması maliyyə durumunuzu bir qədər yüngülləşdirə bilər. Şəxsi münasibətlərdə partnyorunuza qarşı daha dinləyici mövqe sərgiləmək aranızdakı gərginliyi tamamilə yox edəcək. Subay qoçlar üçün yeni bir tanışlıq ilk baxışda adi görünsə də, gələcəkdə dərin hisslərə çevrilmə ehtimalı daşıyır. Emosional fonunuzun stabil qalması üçün səhər saatlarında qısa fiziki məşqlərə vaxt ayırmağınız tövsiyə olunur. Özünüzə olan inamınızın artması ətrafınızdakı insanların sizə olan etibarını da paralel şəkildə yüksəldəcək. Sosial çevrənizdə nüfuzlu bir şəxslə edəcəyiniz söhbət karyera yolunuzda yeni qapılar aça bilər. Sənədləşmə işlərində və hüquqi məsələlərdə diqqətli olun, kiçik bir detal böyük fəsadlara yol açmasın. Psixoloji olaraq özünüzü təzyiq altında hiss etdikdə tək qalmaq və fikirlərinizi süzgəcdən keçirmək ən yaxşı dərmandır. Köhnə dostlarınızdan gələcək maraqlı bir təklif həftə sonu planlarınızı indidən dəyişməyə məcbur edə bilər. Daxili intuisiyanız xüsusilə yeni müqavilələr imzalanarkən sizə doğru yolu göstərəcək. Sağlamlıq mövzusunda xüsusilə miqren və ya baş ağrılarına qarşı profilaktik tədbirlər görməyiniz faydalıdır. Həyatınızdakı artıq yük olan əşyalardan və ya toksik insanlardan uzaqlaşmaq üçün ideal bir dövrdür. Planlarınızın gizliliyini qorumaq, rəqiblərinizdən bir addım öndə olmağınızı təmin edəcək. Başqalarının problemlərini özünüzünkü kimi mənimsəmək enerjinizi tükədir, buna görə də sərhədlərinizi müəyyənləşdirin. Buğa. Sabitlik və rahatlıq axtarışınızın ön plana çıxdığı bir perioda qədəm qoyursunuz, lakin dəyişikliklərdən qorxmamaq sizə daha çox qazandıracaq. Karyeranızda rəqabətin artdığı bir vaxtda öz unikallığınızı nümayiş etdirmək üçün əlavə biliklər əldə etməlisiniz. İş yerindəki xırda intriqalara qoşulmamaq imicinizin təmiz qalmasına kömək edəcək. Maliyyə sahəsində uzun müddətli investisiyalar haqqında düşünmək və peşəkar məsləhətlər almaq üçün uyğun şərait yaranıb. Pul axınını idarə etmək üçün xərclərinizi prioritetlər üzrə bölüşdürmək strateji üstünlük verəcək. Sevdiyiniz insanla gələcəyə dair ortaq planlar qurmaq münasibətlərinizdəki bağları daha da möhkəmləndirir. Əgər ürəyiniz boşdursa, keçmişdə qalan birinin yenidən sizinlə əlaqə yaratmaq cəhdinə qarşı ehtiyatlı davranmalısınız. Psixoloji dayanıqlığınızı artırmaq üçün təbiətlə təmasda olmaq və ya torpaqla məşğul olmaq ruhunuza sakitlik gətirəcək. Ətrafınızdakı insanların məsləhətlərini dinləyin, lakin son qərarı həmişə öz məntiqinizə əsaslanaraq verin. Sosial həyatda daha aktiv olmaq sizə gözləmədiyiniz sahələrdə faydalı əlaqələr qazandıra bilər. Yaxın dostunuzun sizə verəcəyi bir sirr, hadisələrə baxış bucağınızı köklü sürətdə dəyişəcək. Səyahət planları olanlar üçün marşrutun detallarını dəfələrlə yoxlamaq vacibdir, yollarda kiçik anlaşılmazlıqlar mümkündür. İştahınızın artması sağlamlıq problemlərinə yol aça bilər, ona görə də qidalanma rasionunuza nəzarət edin. Motivasiyanızı artırmaq üçün özünüzə kiçik hədiyyələr almaq və ya uğurlarınızı qeyd etmək müsbət effekt verəcək. İş yoldaşlarınızla aranızdakı ünsiyyətdə diplomatik dili seçmək gələcək əməkdaşlıqlar üçün körpü rolunu oynayacaq. Həyatınızdakı xaotik məqamları qaydaya salmaq üçün sistemli şəkildə hərəkət etməyə başlayın. Maddi asılılıqlardan qurtulmaq üçün öz resurslarınızı daha səmərəli istifadə etməyin yollarını axtarın. Hisslərinizi ifadə edərkən dürüstlük ən böyük silahınız olacaq, saxta davranışlardan qaçın. Ev daxilində aparılacaq kiçik dəyişikliklər və ya təmir işləri əhval-ruhiyyənizə pozitiv təsir göstərəcək. Xarici görkəminizdə edəcəyiniz dəyişikliklər ətrafdakıların rəğbətini qazanmağınıza və özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq. Əkizlər. Zehni fəaliyyətinizin yüksək olduğu bu periodda informasiya axınını idarə etmək ən böyük sınağınız olacaq. İş həyatında eyni anda bir neçə tapşırığı yerinə yetirmək bacarığınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Yeni layihələrin müzakirəsi zamanı səsləndirəcəyiniz qeyri-adi ideyalar böyük marağa səbəb ola bilər. Maliyyə vəziyyətinizdəki qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün gəlir və xərclərinizin dəqiq uçotunu aparmağa başlayın.
Tərəfdaşlıq təklifləri gələrsə, şərtləri dərindən analiz etmədən razılıq verməyə tələsməyin. Sevgi həyatınızda maraqlı və intellektual söhbətlər münasibətin keyfiyyətini yeni mərhələyə daşıyacaq. Tənha əkizlər üçün virtual məkanda başlayan ünsiyyət tezliklə real və ciddi bir görüşə çevrilə bilər. Psixoloji yorğunluğu dəf etmək üçün mütaliəyə və ya yeni hobbilərə vaxt ayırmaq zehninizi dincəldəcək. Sosial mediada paylaşdığınız fikirlərə gələn reaksiyalar sizi həm təəccübləndirə, həm də yeni imkanlar yarada bilər. Dostlarınızla keçirəcəyiniz zaman sizə ehtiyacınız olan mənəvi dəstəyi və neşəni verəcəkdir. Ünsiyyət zamanı sözlərinizi diqqətlə seçin, çünki yanlış anlaşılan bir ifadə yaxınlarınızla münasibəti korlaya bilər. Yollar və nəqliyyatla bağlı məsələlərdə ehtiyatlı olun, texniki nasazlıqlar və ya gecikmələr baş verə bilər. Motivasiyanızın düşdüyü anlarda keçmiş uğurlarınızı xatırlamaq sizə yenidən güc verəcək. Sağlamlıq baxımından tənəffüs sisteminizi qorumalı və qapalı məkanlarda uzun müddət qalmamağa çalışmalısınız. Gözlənilməz xəbərlər planlarınızda ani manevrlər etməyinizi tələb edə bilər, lakin bu çeviklik sizə fayda gətirəcək. Şəxsi sərhədlərinizi qorumağı öyrənməli və başqalarının sizin həyatınıza müdaxilə etməsinə icazə verməməlisiniz. Yaradıcılıq potensialınızı reallaşdırmaq üçün əlinizə düşən hər bir fürsəti dəyərləndirin. Maddi risklərdən qaçmaq və şans oyunlarından uzaq durmaq maliyyə təhlükəsizliyiniz üçün şərtdir. Xərçəng. Emosional həssaslığınızın artdığı bir dövrdə daxili səsinizə qulaq asmaq sizi bir çox yanlış qərarlardan qoruya bilər. İş mühitində kollektivlə münasibətlərdə daha diplomatik davranmaq və lazımsız mübahisələrdən qaçmaq peşəkar nüfuzunuzu qoruyacaq. Karyera pillələrində irəliləmək üçün köhnə metodlardan əl çəkib daha innovativ yanaşmalar tətbiq etməyiniz tələb olunur. Maddi məsələlərdə ailə üzvləri ilə ortaq büdcə planlaması aparmaq gələcək xərcləri tənzimləmək üçün faydalı olacaq. Evinizlə bağlı uzun müddətdir planlaşdırdığınız bir alış-verişi reallaşdırmaq üçün uyğun maliyyə imkanı yarana bilər. Sevgi münasibətlərində qarşı tərəfə qarşı həddindən artıq qoruyucu davranmaq bəzən boğucu təsir bağışlaya bilər, ona görə də azadlıq sahəsi buraxın. Subay xərçənglər üçün köhnə bir tanışın gözlənilməz etirafı hisslərinizi qarışdıra bilər. Psixoloji olaraq özünüzü dincəltmək üçün su kənarında vaxt keçirmək və ya meditativ musiqilər dinləmək daxili tarazlığınızı bərpa edəcək. Sosial çevrənizdə ehtiyacı olan birinə göstərəcəyiniz mənəvi dəstək sizə gözləmədiyiniz bir xeyirxahlıq olaraq geri dönəcək. Gözlənilməz bir qonaq və ya uzaqdan gələn xəbər evdəki rutin işlərinizi bir qədər təxirə salmağınıza səbəb ola bilər. Sağlamlıq mövzusunda həzm sisteminizə diqqət yetirməli və stresli anlarda yemək vərdişlərinizi nəzarətdə saxlamalısınız. Motivasiyanızı yüksək tutmaq üçün yaradıcılıqla məşğul olmaq, bəlkə də bir rəsm çəkmək və ya yazı yazmaq ruhunuza yaxşı təsir edəcək. Kimsənin sizin xoşniyyətinizdən sui-istifadə etməsinə icazə verməmək üçün yox deməyi bacarmalısınız. Həyatınızdakı qeyri-müəyyənlikləri həll etmək üçün bugün faktlara əsaslanaraq hərəkət etmək ən düzgün yoldur. İş yerində rəqabətdən qorxmaq əvəzinə öz bacarıqlarınızı nümayiş etdirmək üçün bunu bir fürsət kimi görün. Xəyallarınızın arxasınca getmək üçün kifayət qədər resursunuzun olduğunu dərk etmək sizə əlavə güc verəcək. Sənədlərlə bağlı məsələlərdə diqqətli olun, imza atmazdan əvvəl hər bir bəndi bir neçə dəfə oxuyun. Axşam saatlarını ailə dairəsində keçirmək və səmimi söhbətlər etmək günün yorğunluğunu üzərinizdən atmağa kömək edəcək. Şəxsi inkişafınız üçün yeni bir onlayn seminar və ya təlimə qatılmaq intellektual səviyyənizi artıracaq. Şiir. Liderlik xüsusiyyətlərinizin parladığı və ətrafınızdakı insanlara təsir etmək gücünüzün artdığı bir perioddasınız. İş həyatında iddialı layihələrin rəhbərliyini öz üzərinizə götürmək üçün əla vaxtdır. Yaradıcı yanaşmanız və özünə məxsus stiliniz peşəkar dairələrdə rəğbətlə qarşılanacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün yeni əməkdaşlıqlar və ya əlavə iş imkanları qapınızı döyə bilər. Lüks xərclərə olan meylinizi bir qədər cilovlamaq gələcək maliyyə planlarınız üçün daha təhlükəsiz olar. Şəxsi münasibətlərdə tərəf müqabilinizin uğurlarını səmimi şəkildə qeyd etmək aranızdakı bağları daha da səmimiləşdirəcək. Sevgidə daha çox diqqət və qayğı tələb edə bilərsiniz, lakin bunu tələb etmək əvəzinə özünüz də sevgi paylamağa fokuslanın. Psixoloji olaraq özünüzü biraz yorğun hiss etsəniz də əldə etdiyiniz nəticələr sizi yenidən hərəkətə keçməyə həvəsləndirəcək. Sosial həyatda diqqət mərkəzində olmaqdan həzz alacaqsınız, lakin təvazökarlığı qorumaq nüfuzunuzu daha da artırar.
Gözlənilməz bir hadisə planlaşdırdığınız səfərin vaxtını dəyişməyə vadar edə bilər, buna hazırlıqlı olun. Daxili enerjinizi idmanla və ya rəqslə ifadə etmək həm fiziki, həm də mənəvi sağlamlığınıza müsbət təsir edəcək. Dostlarınızdan biri sizdən peşəkar məsləhət istəyə bilər, təcrübənizi bölüşməkdən çəkinməyin. Ətrafınızdakı insanların rəylərindən daha çox öz daxili inamınıza güvənərək addım atın. Motivasiyanızı aşağı salan toksik mühitlərdən dərhal uzaqlaşmaq sizin üçün ən xeyirli qərar olacaq. Özünüzə vaxt ayırmaq və şəxsi baxım prosedurları ilə məşğul olmaq özünə inam hissinizi daha da möhkəmləndirəcək. İş yerindəki kiçik texniki problemləri həll etmək bacarığınız rəhbərliyin gözündə dəyərinizi artıracaq. Həyatınızdakı prioritetləri yenidən müəyyənləşdirmək və zamanınızı daha səmərəli idarə etmək üçün bu dövr çox münasibdir. Maddi yardıma ehtiyacı olan birinə gizli şəkildə dəstək olmaq daxili dünyanızda böyük bir hüzur yaradacaq. Qız, detallara olan həssaslığınız və analitik düşüncəniz sayəsində iş yerində ən çətin düyünləri belə asanlıqla aça biləcəksiniz. Peşəkar fəaliyyətinizdə nizam-intizamı qorumaq sizə həm vaxt qazandıracaq, həm də xətaların qarşısını alacaq. İş yoldaşlarınızın buraxdığı səhvləri tənqid etmək əvəzinə onlara yol göstərmək liderlik keyfiyyətlərinizi üzə çıxaracaq. Maddi məsələlərdə qənaətçil davranmaq və lazımsız xərclərdən qaçmaq büdcənizin sabitliyini təmin edəcək. İnvestisiya etmək niyyətindəsinizsə, bazarı dərindən araşdırmadan və mütəxəssis rəyi almadan hərəkət etməyin. Sevgi həyatınızda qarşı tərəfdən gözlədiyiniz mükəmməlliyi bir kənara qoyub, münasibətin təbiiliyinə fokuslanın. Səmimi söhbətlər və dürüst etiraflar tərəf müqabilinizlə aranızdakı buzları tamamilə əridə bilər. Psixoloji olaraq hər şeyi nəzarət altında saxlamaq istəyi sizi gərginləşdirə bilər, ona görə də bəzi hadisələri axarına buraxmağı öyrənin. Sağlamlığınızla bağlı profilaktik müayinələrdən keçmək və ya vitamin balansınızı yoxlatmaq üçün əlverişli zamandır. Sosial əlaqələrdə daha çox müşahidəçi mövqe tutmaq sizə insanlar haqqında bilmədiyiniz maraqlı məlumatlar verəcək. Gözlənilməz bir xəbər planlaşdırdığınız görüşün formatını dəyişməyə səbəb ola bilər, çevik olun. Motivasiyanızı artırmaq üçün iş masanızı və ya yaşadığınız məkanı daha sistemli və estetik hala gətirin. Kiçik bir səyahət və ya şəhər kənarında qısa bir gəzinti zehni yorğunluğunuzu aradan qaldırmaq üçün ideal vasitədir. Yeni məlumatlar öyrənmək və intellektual bazanızı genişləndirmək üçün əlinizə düşən hər imkanı dəyərləndirin. Özünüzə qarşı olan həddindən artıq tələbkarlıq bəzən depressiv ruh halına səbəb ola bilər, nailiyyətlərinizi kiçiltməyin. Köhnə bir dostun yardımı ilə həll edə bilmədiyiniz bir məsələnin qısa yoldan həllini tapa bilərsiniz. Maddi cəhətdən gözləmədiyiniz bir mənbədən gələcək kiçik bir məbləğ gününüzü xoş edəcək. Tərəzi. Daxili müvazinətinizin bərpası üçün sükut dolu anlara ehtiyac duyduğunuz bir dövrdəsiniz, lakin xarici dünya sizdən aktivlik tələb edəcək. İş yerində ədalət prinsiplərini qorumaq məqsədilə atacağınız addımlar həmkarlarınız arasında nüfuzunuzu kəskin şəkildə artıracaq. Yaradıcı əməkdaşlıqlar üçün yeni qapılar açılır, xüsusilə sənət və ya dizaynla bağlı layihələrdə orijinal ideyalarınızla fərqlənə bilərsiniz. Maddi məsələlərdə tərəfdaşlıq etdiyiniz şəxslərlə gəlir bölgüsü mövzusunda dürüst və açıq söhbət etmək gələcək anlaşılmazlıqların qarşısını alacaq. Şəxsi büdcənizdə balans yaratmaq üçün dəbdəbəli əşyalara olan marağınızı müvəqqəti olaraq kənara qoymaq strateji baxımdan doğrudur. Sevgi münasibətlərində qarşılıqlı güzəştə getmək qabiliyyətiniz bugün ən böyük silahınız olacaq. Tərəf müqabilinizin gizli qalan bir narahatlığını hiss edib ona dəstək olmağınız aranızdakı emosional bağı daha da dərinləşdirəcək. Psixoloji olaraq özünüzü təzyiq altında hiss etdikdə estetik zövqünüzü oxşayacaq məkanlara baş çəkmək ruhunuza sakitlik bəxş edəcək. Sosial əlaqələrinizdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməli, enerjinizi tükədən insanlarla məsafə saxlamalısınız. Gözlənilməz bir dəvət və ya sosial tədbir sizə gələcək karyeranız üçün həlledici rol oynayacaq bir şəxslə tanışlıq imkanı verə bilər. Sağlamlıq sahəsində bel və onurğa nahiyənizə diqqət yetirməli, uzun müddət eyni pozisiyada qalmamağa çalışmalısınız. Motivasiyanızı artırmaq üçün həyatınızdakı gözəllikləri və uğurları qeyd etdiyiniz bir gündəlik tutmağa başlaya bilərsiniz. Kiminsə sizi manipulyasiya etməyə çalışdığını hiss etsəniz, diplomatik, lakin qətiyyətli şəkildə sərhədlərinizi bəlli edin. Daxili intuisiyanız xüsusilə yeni müqavilələrin şərtlərini oxuyarkən sizə vacib məqamları pıçıldayacaq. Səyahət planlarınızda baş verəcək kiçik bir dəyişiklik əslində sizin xeyrinizə nəticələnə bilər.
Həyatınızdakı xaosu nizama salmaq üçün evinizdə və ya iş masanızda böyük bir təmizlik aparmaq zehninizi də təmizləyəcək. Özünüzə olan inamı bərpa etmək üçün keçmişdəki qələbələrinizi göz önünə gətirin və hər şeyin öhdəsindən gələ biləcəyinizi xatırlayın. Əqrəb. Həyatınızın ən dərin qatlarında baş verən transformasiya prosesləri sizi daha güclü və iradəli bir şəxsiyyətə çevirməkdədir. Peşəkar fəaliyyətinizdə gizli qalan məlumatların üzə çıxması sizə rəqibləriniz qarşısında böyük üstünlük qazandıra bilər. İş mühitindəki nüfuzunuzu qorumaq üçün hər kəsə etibar etməməli və planlarınızı yalnız ən yaxın sirdaşlarınızla bölüşməlisiniz. Maddi sahədə riskli investisiyalardan qaçmaq və mövcud kapitalınızı qorumağa fokuslanmaq daha məqsədə uyğundur. Gözlənilməz bir xərc çıxa bilər, lakin bu, büdcənizdə ciddi bir deşik açmayacaq qədər idarə olunandır. Sevgi həyatınızda ehtiras və emosiya dolu anlar gözlənilir, lakin qısqanclıq hisslərini nəzarətdə saxlamaq münasibətin sağlamlığı üçün şərtdir. Partnyorunuzla səmimi və daxili dünyanızı açan bir söhbət etmək aranızdakı bütün şübhələri yox edəcək. Psixoloji olaraq özünüzü yenilənmiş hiss etmək üçün köhnə vərdişlərdən və sizə ağırlıq edən xatirələrdən xilas olmaq zamanıdır. Sosial çevrənizdə baş verən bir hadisə kimin real dost, kimin isə sadəcə yol yoldaşı olduğunu sizə aydın şəkildə göstərəcək. Sir saxlamaq bacarığınız bu dövrdə ətrafınızdakilərin sizə olan hörmətini daha da artıracaq. Sağlamlıqla bağlı immun sisteminizi gücləndirəcək qidalar və təbii üsullara üstünlük verməyiniz tövsiyə olunur. Motivasiyanızı ən yüksək həddə çatdırmaq üçün qarşınıza qoyduğunuz böyük hədəfi kiçik hissələrə bölüb irəliləyin. Gözlənilməz bir xəbərdarlıq və ya məlumat sizi böyük bir səhv addım atmaqdan son anda xilas edə bilər. Texniki cihazlar və ya internet üzərindən aparılan əməliyyatlarda təhlükəsizlik qaydalarına 2 qat diqqət yetirin. Öz daxili gücünüzü kəşf etmək üçün tək qalmaq və daxili monoloq aparmaq sizə yeni ufuklar açacaq. Həyatınızdakı hər hansı bir böhranı fürsətə çevirmək qabiliyyətiniz bugün xüsusilə işə yarayacaq. Maddi cəhətdən müstəqil olmaq yolunda atdığınız addımlar yaxın gələcəkdə bəhrəsini verəcək. Başqalarının sizin haqqınızda nə düşündüyünə dair narahatlıqları bir kənara qoyun və öz bildiyiniz yolla davam edin. Ox atan. Üfüqlərinizi genişləndirmək və yeni biliklər mənimsəmək üçün daxili bir yanğı hiss etdiyiniz dinamik bir gündəsiniz. Karyeranızda xarici əlaqələr və ya uzaq məsafəli layihələr ön plana çıxa bilər, bu şansı mütləq dəyərləndirin. İş yerindəki rutin vəzifələrdən sıxıla bilərsiniz, lakin intizamı qorumaq gələcək azadlığınızın təminatıdır. Maliyyə məsələlərində bəxtiniz gətirə bilər, lakin bu, pulu düşünmədən xərcləmək üçün bir bəhanə olmamalıdır. Gözlənilməz bir səyahət və ya ezamiyyət təklifi həyatınıza yeni və maraqlı insanlar gətirə bilər. Şəxsi münasibətlərdə azadlıq sevginizlə bağlılıq hissi arasında balans tapmaqda çətinlik çəkə bilərsiniz. Partnyorunuza olan səmimiyyətiniz və yumor hissiniz ən gərgin situasiyaları belə asanlıqla yumşaltmağa kömək edəcək. Psixoloji vəziyyətiniz birbaşa fiziki aktivliyinizlə bağlıdır, ona görə də açıq havada vaxt keçirməyə çalışın. Sosial həyatda fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq dünya görüşünüzü xeyli zənginləşdirəcək. Dostlarınız arasında nüfuzlu bir şəxsdən alacağınız məsləhət gələcək planlarınızda köklü dəyişikliklərə səbəb ola bilər. Sağlamlıq baxımından qaraciyər nahiyənizə diqqət yetirməli və ağır qidalardan uzaq durmalısınız. Motivasiyanızı artırmaq üçün özünüzə böyük bir hədəf seçin və ona çatmaq üçün lazım olan macəranın həzzini çıxarın. Gözlənilməz bir bürokratik maneə planlarınızı bir qədər ləngitsə də səbirli olmaqla hər şeyi yoluna qoyacaqsınız. Həyatınızdakı mənəvi dəyərləri yenidən nəzərdən keçirmək və ruhani inkişafa vaxt ayırmaq üçün ideal zamandır. Maddi cəhətdən başqalarına güvənmək əvəzinə öz bacarıqlarınızla qazanmağın yollarını daha da təkmilləşdirin. Özünüzü ifadə edərkən həddindən artıq birbaşa olmaq bəzən qarşınızdakı insanı incidə bilər, ona görə də fikirlərinizi daha nəzakətli formada çatdırın. Yeni bir dil öyrənmək və ya maraqlı bir mövzuda araşdırma aparmaq zehni potensialınızı üzə çıxaracaq. Uzaqdan gələcək bir xəbər sizi həm sevindirə, həm də gələcək hərəkət planınızı dəyişməyə sövq edə bilər. Oğlaq. Həyatınızda nizam və intizamın bərpa olunduğu bir mərhələdəsiniz, lakin bu dəfə sadəcə vəzifə duyğusu ilə deyil, həm də daxili bir rahatlıqla hərəkət edirsiniz. İş mühitində uzun müddətli strategiyalar qurmaq və rəhbərliyin etibarını qazanmaq üçün çox əlverişli fürsətlər yaranır. Peşəkar fəaliyyətinizdə qarşılaşdığınız bürokratik maneələri səbirli və sistematik yanaşma ilə asanlıqla dəf edə biləcəksiniz.
Maddi məsələlərdə gələcəyə dair qayğılarınızın azaldığını hiss edəcəksiniz, çünki əkdiyiniz toxumlar artıq bəhrə verməyə başlayır. Daşınmaz əmlak və ya köhnə borclarla bağlı gözlənilməz, lakin müsbət bir gəlişmə büdcənizdə rahatlıq yarada bilər. Sevgi münasibətlərində daha çox ciddiyyət və gələcək planlara fokuslanmağınız partnyorunuzda etibar hissini gücləndirəcək. Əgər tənhasınızsa, iş mühitində və ya rəsmi bir tədbirdə tanış olacağınız şəxs həyat fəlsəfənizə tam uyğun gələ bilər. Psixoloji olaraq özünüzü çox güclü hiss etsəniz də, duyğularınızı ifadə etməkdə bəzən həddindən artıq soyuq görünə bilərsiniz, buna diqqət yetirin. Sosial əlaqələrinizdə daha çox təcrübəli və müdrik insanlarla vaxt keçirməyə meyilli olacaqsınız ki, bu da sizə yeni perspektivlər qazandıracaq. Gözlənilməz bir texniki nasazlıq və ya plan dəyişikliyi günün gedişatına təsir etsə də, soyuqqanlılığınız sayəsində hər şeyi yoluna qoyacaqsınız. Sağlamlıq sahəsində sümüklərinizə və dişlərinizə diqqət yetirməli, kalsium balansınızı qorumalısınız. Motivasiyanızı artırmaq üçün hər günün sonunda əldə etdiyiniz kiçik nailiyyətləri qeyd etmək sizə əlavə stimul verəcək. Özünüzə qarşı həddindən artıq sərt olmaqdan əl çəkin və bəzən sadəcə insan olduğunuzu, dincəlməyə ehtiyacınız olduğunu qəbul edin. İntuisiyanızın dediklərinə qulaq asmaq, xüsusilə yeni əməkdaşlıq təkliflərini dəyərləndirərkən sizə doğru yolu göstərəcək. Həyatınızdakı artıq yüklərdən, istər əşya, istərsə də köhnəlmiş düşüncələrdən xilas olmaq üçün böyük bir təmizlik aparmağın vaxtıdır. Maddi yardımla bağlı müraciət edənlərə qarşı dürüst olun və öz imkanlarınızdan artıq söz verməyin. Karyeranızda atacağınız qətiyyətli addım yaxın aylarda statusunuzun artmasına səbəb ola bilər. Axşam saatlarında ailə böyükləri ilə edilən söhbət sizə həm mənəvi rahatlıq, həm də gərəkli bir həyat dərsi verəcək. Hər bir çətinliyin sizi daha da yetkinləşdirdiyini unutmadan hərəkət edin. Dolça. Yenilikçi ideyalarınızın və azadlıq sevginizin ön plana çıxdığı, hər kəsdən fərqli düşünmək bacarığınızın qiymətləndirildiyi bir gündəsiniz. İş həyatında kollektiv layihələrdə və ya ictimai işlərdə liderliyi ələ almaq qabiliyyətiniz hər kəsi heyran edə bilər. Texnologiya və rəqəmsal sahədə fəaliyyət göstərənlər üçün yaradıcılığın pik nöqtəsinə çatacaqları bir dönəmdir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün alternativ gəlir mənbələri axtarmağınız və ya onlayn platformalardan yararlanmağınız uğurlu nəticələr verəcək. Gözlənilməz bir xərc çıxsa da, bu sizin ümumi maliyyə sabitliyinizə ciddi zərbə vurmayacaq. Sevgi münasibətlərində partnyorunuzun sizə verdiyi azadlıq dərəcəsi münasibətin ömrünü müəyyən edən əsas amil olacaq. Subay dolçalar üçün maraqlı bir hobbi qrupu və ya kurs zamanı qəfil başlayan romantik bir qığılcım mümkündür. Psixoloji olaraq özünüzü çox enerjili hiss etsəniz də, zehni dağınıqlıqdan qaçmaq üçün diqqətinizi bir nöqtəyə toplamağa çalışın. Sosial həyatda orijinal baxış bucağınızla insanların diqqətini çəkəcək və yeni, maraqlı dostlar qazanacaqsınız. Gözlənilməz bir xəbər və ya sosial mediada qarşınıza çıxan bir məlumat sizə yeni bir iş qapısı aça bilər. Sağlamlıq baxımından qan dövranınıza və ayaq nahiyənizə diqqət yetirməli, uzun müddət hərəkətsiz qalmamağa çalışmalısınız. Motivasiyanızı yüksək tutmaq üçün dünyanı dəyişmiş dahi şəxslərin həyat hekayələrini mütaliə etmək sizə ilham verəcək. Ətrafınızdakı insanların stereotipləri ilə mübarizə aparmaq əvəzinə öz işinizlə onlara doğruları sübut edin. İntuisiyanız xüsusilə yeni tanış olduğunuz insanların gizli niyyətlərini anlamaqda sizə kömək edəcək. Səyahət planlarınızda baş verəcək ani bir dəyişiklik sizə gözlədiyinizdən daha çox macəra vəd edir. Maddi məsələlərdə dostlarınızla ortaq işə girməzdən əvvəl bütün riskləri və hüquqi tərəfləri dəqiqləşdirin. Həyatınızdakı köhnəlmiş və işləməyən sistemləri yeniləmək üçün cəsarətli addımlar atmağın tam vaxtıdır. Öz fərdiliyinizi qoruyaraq cəmiyyətə faydalı olmaq istəyiniz sizi daha da ucaldır. Axşam saatlarında gələcək hədəflərinizi xəritələndirmək və onları vizuallaşdırmaq reallaşma şansını artıracaq. Həyatın sizə təqdim etdiyi hər bir qeyri-adi fürsətə bəliq deməzdən əvvəl daxili süzgəcinizdən keçirin. Balıqlar. Daxili dünyanızın zənginliyi və xəyal gücünüzün sərhədsizliyi sayəsində bugün ətrafınızdakı hər kəsə ilham qaynağı ola bilərsiniz. İş mühitində rəqabətdən uzaq durmaq və daha çox yaradıcı, mənəvi tərəfi olan layihələrə yönəlmək sizə uğur gətirəcək. Empatiya qurmaq bacarığınız həmkarlarınız arasındakı gərginliyi aradan qaldırmağa və sülh şəraiti yaratmağa kömək edəcək. Maddi sahədə xəyallara qapılmaq əvəzinə real imkanları dəyərləndirməli və büdcənizi daha ehtiyatlı idarə etməlisiniz. Gözlənilməz bir maddi dəstək və ya hədiyyə özünüzü daha dəyərli hiss etmənizə səbəb olacaq.
Sevgi münasibətlərində romantika və emosional dərinlik axtarışınız tərəf müqabiliniz tərəfindən müsbət qarşılanacaq. Tənha balıqlar üçün bir sənət qalereyası və ya musiqi gecəsi zamanı ruhən yaxın hiss edəcəyi biri ilə tanışlıq ehtimalı yüksəkdir. Psixoloji olaraq özünüzü bir qədər həssas hiss edə bilərsiniz, ona görə də neqativ xəbərlərdən və insanlardan uzaq durmağa çalışın. Sosial əlaqələrinizdə daha çox dinləyici mövqe tutmaq sizə ətrafınızdakiların ehtiyaclarını daha yaxşı anlamaq şansı verəcək. Gözlənilməz bir yuxu və ya intuisiya sizə həyatınızdakı vacib bir məsələnin həlli üçün ipucu verə bilər. Sağlamlıq mövzusunda immun sisteminizi qorumalı və kifayət qədər yuxu aldığınızdan əmin olmalısınız. Motivasiyanızı artırmaq üçün xeyriyyə işləri ilə məşğul olmaq və ya kiməsə təmənnasız kömək etmək sizə böyük mənəvi güc verəcək. Ətrafınızda baş verən manipulyasiya cəhdlərini hiss etsəniz, səssizcə uzaqlaşmaq və öz hüzurunuzu qorumaq ən yaxşı taktika olacaq. Yaradıcılıq potensialınızı reallaşdırmaq üçün tək qalmağa və daxili dünyanıza səyahət etməyə vaxt ayırın. Həyatınızdakı qeyri-müəyyənliklərə qarşı təşvişə düşmək əvəzinə hər şeyin öz vaxtında və ən gözəl şəkildə həll olunacağına inanın. Maddi cəhətdən aldanmamaq üçün sənədləri imzalarkən diqqətli olun və tanımadığınız insanlara borc verməkdən qaçın. Özünüzə olan inamınızı artırmaq üçün gizli qalan istedadlarınızı ortaya çıxaracaq dərnəklərə və ya kurslara qatılın. Axşam saatlarında su kənarında olmaq və ya ilıq bir vanna qəbul etmək günün bütün yorğunluğunu və neqativ enerjisini təmizləyəcək. Həyatın sizə pıçıldadığı xırda möcüzələri görmək üçün qəlbinizi və ruhunuzu hər kəsə deyil, yalnız layiq olanlara açın.